Bu dəfəki macəramız Azərbaycanın gizli incilərindən birinə, Ağsunun Dilman kəndinədir. Bundan sonraki marşrutumuza yolsuzluq avtomobili ilə davam edəcəyik. Bu marşrutda hansı çətinliklərlə rastlaşa bilərəm? Meşədə hər heyvan var, vəhşi heyvanlar var. Dilman şəlaləsinə gəlmək üçün kəndin mərkəzindən şəlaləyə qədər hardasa 3 kilometr məsafə var. Təbiətdə gəzməyin insan sağlamlığı üçün olduqca çox faydaları var. Əslində yaxşı olardı, indiki vəziyyətdə o fıstığın bizə çox xeyri olardı. Bir qədər də enerji vermiş olardı. Tam enerji ilə geridə qayıda bilərdik, macəramıza davam edə bilərdik. Təbii ki, yenə də davam edəcəyik, amma bu dəfə fıstıqsız. Bu kimi ağac göbələklərinin də müəyyən faydaları var. Məsələn, düşərgə qurmusunuz, qaldığınız yerdə çoxlu həşəratlar, böcəklər, ağcaqanadlar varsa, həmin bu göbələkdən qırıb bir hissəsini yandırırsınız, həmin o göbələkdən çıxan düstü ərazidəki həşəratları oradan uzaqlaşdıracaq. Eyni zamanda ocaq qalanmasında da istifadə edə bilərsiniz, çünki o uzun müddət İçərisi yanılı qalır, yəni yanır. Yandırsaz, o uzun müddət yanır saatlarla. Məsələn, bir yerdəsinizsə, odunuzun sönməməyini istəyirsinizsə, belə bir göbələyi yandırıb, uzun müddət onu saxlaya bilərsiniz ki, o saatlarla yavaş-yavaş içərisində yanma prosesi gedəcək, amma sönməyəcək. Çox gözəl, mənzərəli bir yerdən keçirik. Burada isə ağaclardan fərqli olaraq daş qayaları var. Hamısının üstü yaşıl mamırla örtülüdür. Yamyaşıl bir gözəllik qatır təbiətə. Amma təəssüf ki, burada Ələddinin sehirli çırağına rast gəlməsək də, Ələddin adlı bir insanın orada yazdığı mədəniyyətsiz bir hərəkəti görürük. Nəyə görə biz bu cürə gözəlliyi belə bir hərəkətlə korlayaq? Təbiətin Azərbaycana bəxş elədiyi bu gözəlliyi qorumaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Amma belə formada yox. Xahiş edirəm, təbiətə gələrkən burada istirahət eləyək, bu gözəlliyin bizə verdiyi hissləri yaşayaq. Amma belə hərəkətlərə yol verməyək. Və beləliklə gəldik çatdıq Dilman şəlaləsinə.
Niyaldağ silsiləsinin yamacında yerləşən möhtəşəm görünüşlü Dilman şəlaləsi haqqında sizə məlumat vermək istəyirəm. Hündürlüyü 12 metrdir. Dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşir. Bura gəlmək üçün Ağsunun Dilman kəndinə gəlmək lazımdır. Kənd mərkəzindən Dilman şəlaləsinə qədər 3 kilometrlik bir məsafə var. Marşrutun müəyyən bir hissəsini yolsuzluq avtomobili ilə gələ bilərsiniz. Daha sonra isə əsas marşrut piyada, yəni hiking marşrutu hesab olunur. Çətinlik dərəcəsi orta hesab olunur. Təxminən 1 saat və ya 1,5 saata şəlaləyə gəlib çıxa bilərsiniz. Və 7 yaşdan yuxarı uşaqlar üçün uyğun marşrutdur. Şəlalə il boyu sulu olur, saf və buz kimi suları ilə seçilir. Təmiz dağ havası və füsunkar mənzərələri ilə təbiətsevərlərin ideal bir məkanı hesab edilir. Dilman şəlaləsi kütləvi turizmdən uzaq, gizli bir güşə hesab edilir. Bu da onu burada dincəlmək və istirahət etmək istəyənlər üçün cəlb edici edir. Bu gözəllikdən ayrılmaq olmur. Amma mən artıq geriyə qayıtmalıyam və Dilman şəlaləsindən hələlik sağollaşıram. İndi isə fərqli bir marşrutla geriyə Dilman kəndinə qayıdıram. Hava bugün çox küləklidir. Təbiətdə gəzərkən heç İstəmədiyimiz bir havanla rastlaşmışıq. Amma hər fəslin, hər havanın da bir gözəlliyi var və o havanın, necə deyərlər, zövqünü, dadını çıxarmağa lazımdır. Eyni zamanda bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, qarşınıza çıxan tullantılardan da istifadə edə bilərsiniz. Bunu mən bir neçə dəfələrlə qeyd eləmişəm. Əsasən də plastik butulkalar sizin işinizə yaraya bilər. Əgər su ehtiyatınız bitibsə, su axtarışındasınızsa, təbiətdə sağ qalma uğruna mübarizə aparırsınızsa, plastik butulkalar sizin köməyinizə çata bilər. Məsələn, bugün mən sizə adi bir çirkab suyu içməli suya necə çevirmək olar, onun yolunu göstərəcəm. Hər dəfə biz sizə fərqli növləri göstərmişik. Məsələn, yolun kənarında ola bilər yağış suyu yığılıb, adi bir sudur. Biz onu birbaşa içə bilmərik. Elə bir vasitələr var ki, mən sizə həmin avadanlıqları göstərəcəm, təqdim eləyəcəm ki, biz bu suyu necə süzə bilərik. İndi isə qarşıma çıxan bu gölməçə kimi bir yerdir. Həmin bu tulkanla buradan su götürəcəm. Su çox təmizdir. İstəyirəm onu biraz sikli eləyim. Bu suyu süzüb içməli hala gətirəcəyik.
Daha doğrusu bu yolu birlikdə öyrənəcəyik. İndi isə bunun üçün nə edirik? Keçək rahat bir yerə söhbət eləyək. Barmaqlarım keydi bu arada. Bir tərəfdən günəş çıxıb, bir tərəfdən küləkli hava. Eyni zamanda da temperatur da aşağıdır. Belə olan hallarda qalın geyinəndə tərləyirik, nazik geyinəndə də üşüyürük. Adam bilmir nə geyinsin. Ona görə də bu kimi hallarda da geyimlərinizə fikir verin. Xəstələnməyəsiniz. Bu bizim suyumuz. Belə bir vasitə var. Çirkli suları süzə bilərik, təmizləyə bilərik. Necə deyərlər, həmin o çirkli suyu filtrlənmiş hala gətirə bilərik. Məsələn, axar sudan birbaşa bu hissəni tutmaqla içə bilərik. Eyni zamanda, məsələn, bir butulkanla da çirkli suyu götürüb, onu bura keçirdib, bunu bu formada da içə bilərik. Amma daha yaxşı olar ki, onu qaynadasınız. Tam təmizliyinə əmin deyilsinizsə, mikrob ola biləcəyini düşünürsünüzsə, yaxşı olar ki, o suyu hansısa bir qaba doldurub filtrləyəsiniz, təmizləyəsiniz. Məsələn, mən indi bu suyu bu formada stəkana filtrləyəcəm. Baxaq görək, təmiz olacaqmı? Baxın. Su tərtəmiz oldu. Tez bir zamanda təmiz su əldə etməyin bir yoludur. Artıq vaxt itkisi getmir. Məsələn, biz buna qədər bir neçə dəfə fərqli yollarını göstərmişdik. Bu sol tərəfdəki çirkli su, bu isə artıq filtrlənmiş təmiz su. Təmizdir, tərtəmizdir. Amma buna baxmayaraq, mən istəyirəm onu qaynadım. Əgər külək imkan versə, bir ocaq qalayım. Bu təmiz suyu boşaldıram çaynikə. Belə bir vasitələri dağçı mağazalarından əldə edə bilərsiniz. Çox yaxşı, praktik bir alətdir. Hər bir təbiətsevərin, tez-tez düşərgə qurub qalanların, təbiətə, dağlara, yürüşə gedənlərə lazım olan bir vasitədir. Yaxşı olar ki, alıb çantanıza qoyasınız. İstədiyiniz zaman suyu filtrləyib, təmizləyib içə bilərsiniz. Artıq bu öz işini yekunlaşdırdı və onu qabına geri qoyuram. Artıq çantamda toz ağacının qabığını gəzdirirəm. Çünki ocaq qalamaq üçün çox gözəl bir vasitədir.
Görək ümumiyyətlə yandıra biləcəyik bu küləkdə bunu. Nə qədər çalışsaq da ocağı tam istədiyimiz kimi yandıra bilmədik. Gah yandı, gah söndü, alovlandı, söndü. Biz də inandırdı ki, yanacaq, sonra gördük ki, yox, sönür. Çünki külək çox sürətlidir, çox güclüdür. Ocağı yandırmağa imkan vermədi. Ona görə də biz suyu bu cür içməyə davam edəcəyik. Əslində, belə bir halla rastlaşanda suyu bu formada içə bilərsiniz. Əgər şərait varsa, vaxtınız varsa, onu qaynadıb içə bilsəz daha yaxşı olar. Amma yenə də istənilən halda həmin o suyu təmizləyən vasitə onsuz da tərtəmiz eləyir. Yəni bu formada içə bilərik. Gün batmaq üzrədir. Yəqin ki, indilərdə ümid də gəlib çıxar. Axşam düşür. Havalar da soyuyur. Mən artıq yavaş-yavaş Sabotay dayının ərazisinə yaxınlaşıram. Onunla görüşüb yavaş-yavaş macəranı yekunlaşdıracağıq. Oo, salam! Salam, salam, xoş gəlirsən. Artıq mən onları görürəm, mənə gözləyirlər orada. İt də bizi burada qarşıladı. Bizi şəlaləyə gedən yolu tək qoydu, amma burada qarşıladı. Necə keçdi macəralar? Əla macəra oldu. Çox maraqlı, möhtəşəm, mənzərəli bir yerə getdik. Dediyiniz kimi var idi. Tək yaxşı olsun. Şükür ki, sağ-salamat gəliriz. Təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq. Xoş gördük bir daha. Xoş gəldin, xoş gəldin. Salam. Yallah. Necəsən? Xoş Necə gördük. getdin, gəldin? Əla, çox maraqlı, Macəralar. möhtəşəm keçdi. Çox Əsl elə. Bəli, Şəlaləni, dağları, möhtəşəm. yəni, Dağları, Gəldim. meşəsi, şəlaləsi, hamısı yorğun bir gəlmişik, sözlə gəlin bir möhtəşəm dənə idi. də samavar çayı içək. Əsl, İnşallah yorğunluğu axşam samovar düşür. çayından Axşam çıxartmağın düşməmiş vaxtıdır. gedək yavaş-yavaş. Bəli.